Bərdə rayonunda iki əmi qızı arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib. Hadisə ötən ilin aprelin 8-də Bərdə şəhəri Babək küçəsində baş verib. 1988-ci il təvəllüdlü Sevil həmin gün saat 18 radələrində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ögey əmisi qızı Südabə ilə mübahisə edib. O, Südabənin həmin həyətyanı sahədə qurutmaq üçün sərdiyi ot bağlamalarının onun tərəfindən yığışdırılıb götürülməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı saçından tutaraq yerə yıxıb və yumruqla boyun digər nahiyələrindən vurub. Hadisəni törədən Sevilin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, onun Südabə ilə düşmənçiliyi yoxdur. Sadəcə atası Əlif ilə Südabənin arasında mülki mübahisə olub. İş üzrə zərər çəkmiş Südabənin sözlərinə görə Sevilin atası Əlif ilə mülki mübahisəsi var. Həmin ünvanda yerləşən yaşayış sahəsi və torpaq sahəsi çıxarılışla mənə aiddir. Bu barədə Bərdə rayon məhkəməsi, Gəncə Apellyasiya məhkəməsi və Ali məhkəmə mənim xeyrimə qətnamə qəbul edib. Mən həmin qətnamələr əsasında Əlif və ailə üzvlərinin evdən çıxarılması üçün Bərdə rayon məhkəməsinə müraciət etmişəm deyə qadın bildirib. Bu cinayət işinə Bərdə rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sevil 1500 manat məbləğində cərimə olunub. Qeyd edək ki, adlar şərti verilib.